Və sonda ölkənin aparıcı mobil operatorlarından olan Azərsel özünün ən son yeniliklərini Bakutel 2012 sərgisində təqdim edir. Telekommunikasiya sektorunda ən son yenilikləri gətirən Azərsel Bakutel 2012 sərgisinin baş sponsorudur. Sərgidə ayrıca stenddə təmsil olunan Azərsel Telekom MMC Azərbaycanın telekommunikasiya bazarına gətirdiyi ən son yenilikləri təqdim edir. Bir müddət öncə 4G-nin Azərbaycanda kommersiya tətbiqinə başlayan və beləliklə Azərbaycanın MDB məkanında bu texnologiyanın tətbiq olunduğu ilk ölkəyə çevirməklə həmişə olduğu kimi Azərsel dünyada mövcud olan ən son yenilikləri və ən mükəmməl texnologiyanı Azərbaycana gətirməkdə birincidir. Bu yeniliklər sırasında virtual kart xidmətini xüsusi qeyd etmək lazımdır. Abonentlər xüsusi proqram təminatını yükləyərək internetdə ödəniş üçün virtual bank kartları yarada biləcəklər. Azərsel mobil TV xidmətini nümayiş etdirir. Artıq təkmilləşdirilmiş sistem mobil telefonda yüksək keyfiyyətli televiziya proqramlarını izləmə imkanını verəcəkdir. Yeniliklərdən bir çoxu isə abunəçilərin gündəlik həyatını daha da asanlaşdırmağa yönələn cihazlar və əlavələrdir. M2M texnologiyası və onun üzərində çalışacaq yükləmələr və cihazlar abunəçilərə özlərinin müəyyən tibbi göstəricilərini ölçməyə imkan verir. Sərgini ziyarət edən Azərsel abonentləri şirkətin pavilyonunda müxtəlif xidmətlərlə yanaşı həm də bazara yeni çıxarılan smartfon, planşet modelləri ilə tanış olmaq, onların xüsusiyyətlərini birbaşa sınamaq imkanından da yararlanacaqlar.